13 martda ABŞ və İsrail əleyhinə etiraz aksiyası İranın paytaxtı Tehran şəhərində keçirilib. Hökuməti dəstəkləyən nümayişçilər ABŞ ölüm və İsrailə ölüm kimi şüarlar səsləndiriblər. Sosial mediada yayılan görüntülərdə nümayiş zamanı yaxınlıqda hava zərbəsinin endirildiyi görünür. Məlumata görə, zərbə endirilən bina basij yarı hərbi qüvvələrinə məxsus olub. Hücum və partlayış nümayişçiləri daha fəal olmağa sövq edib. Qeyd etmək lazımdır ki, oxşar etiraz aksiyaları cümə günü İranın bir neçə şəhərində də keçirilib. İranda Qüds günü Ramazan ayının sonuncu cümə günü adətən ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilən nümayişlərlə müşahidə olunur. Paytaxt Tehran ilə yanaşı, İsfahan şəhərində də etiraz aksiyası keçirilib və burada hər iki ölkənin bayraqları yandırılıb. مراسم تشییع شهدا مورد حمله قرار گرفت. از خون این شهدا میترسن. نجات تجمع نکنید، برید تو کوچه های دور تا دور کشور عزیزمون از آمریکایی هاست، همشون نابود نشه، همشون ویران نشه. مردم از امشب به بعد یه وقت نکنه برید تو خونه هاتون. از امشب
neçə İran-Kürd qrupunun döyüşçüləri şimal-qərbi İran rejiminə qarşı mümkün quru hücumuna hazırlaşır. Bu barədə Amerika və İsrail mənbələri, eləcə də bir Kürd tayfasının nümayəndəsi məlumat verib. Tehrana qarşı mübarizədə Kürdləri cəlb etmək ideyası İsraildən qaynaqlanıb. Ölkə rejimi mümkün devrilməsindən sonra tayfalara siyasi dəstək vəd edib. Daha sonra əməliyyatın həyata keçirilməsinə ABŞ Kəşfiyyat İdarəsi qoşulub. Kürd qruplarının İran-İraq sərhədində minlərlə döyüşçüsü var. Onlar strateji əraziləri nəzarətdə saxlayır və son həftələrdə yüzlərlə döyüşçünü İranın cəbhə xəttinə yerləşdiriblər. Məqsəd ABŞ və İsrail hava kampaniyasına dəstək verəcək hücum üçün hazır olmaqdır. Amerika mənbələri qeyd edir ki, Kürd qüvvələri İranın bəzi ərazilərini işğal edə və daxili üsyanı təşviq edə bilər. Eyni zamanda ekspertlər xəbərdarlıq edir ki, Kürdlərin kifayət qədər qüvvəsi yoxdur və top əti olma riski mövcuddur. Kürd müxalifət qüvvələri liqasının baş katibi hücumun hələ rəsmi olaraq başlamadığını təsdiqləyib. Hücum qərarı ABŞ-dan yaşıl işıq gözləyir. İran hakimiyyəti vəziyyəti qiymətləndirir. Xarici İşlər naziri Abbas Araqçı işğal təhlükəsini İraq baş naziri ilə müzakirə edib. İraq hökuməti bildirib ki, öz ərazisindən gələn təhlükəyə icazə verməyəcək. Müharibənin başlanğıcından bəri İsrail hava qüvvələri Kürd ərazilərində və İslam İnqilab keçid qüvvələrinin bazalarında hərbi mövqelərə zərbələr endirib. İran mediası isə bildirir ki, Bukan şəhəri güclü artilleriya atəşinə məruz qalıb. Vəziyyət hələ də gərgindir. Kürd qüvvələri ABŞ və İsrail əməliyyatları ilə koordinasiya üçün hazırlaşır. Hələlik real hücum təxirə salınıb, lakin region diqqətlə izlənilir. ABŞ prezidenti Donald Trump İran-Kürd döyüşçülərinin İran ərazisinə hücumuna və ABŞ-İsrail müharibəsinə dəstək verməsinə razılıq verəcəyini bildirib. Trump Reuters agentliyinə müsahibəsində deyib, onların bunu etmək istəməsi möhtəşəmdir, mən bunun üçün tamamilə tərəfdaram. Trump ABŞ-ın Kürd qüvvələrinə hava dəstəyi verməyəcəyini deməkdən imtina edir. Şənbə günü ABŞ və İsrail müharibəyə başladığından bəri İran Tehranın qərb və İsrail maraqlarına xidmət etməkdə ittiham etdiyi müstəqil İraq Kürdistanında yerləşən İran-Kürd qruplarına zərbələr endirib. Bir neçə İran-Kürd qrupu ölkə daxilində daha böyük muxtariyyət uğrunda mübarizəni dəstəkləyir. Bu, İslam Respublikasını qəzəbləndirsə də ərazi bütövlüyünü müdafiə edən monarxistlər daxil olmaqla bir çox rəqibləri də narazı salır. Tarixən Kürdlərin İran dövləti ilə İraq, Türkiyə və Suriyadakı qardaşlarına nisbətən daha az münaqişəsi olsa da, İran Kürdləri ölkənin nadir silahlı və təşkilatlanmış müxalifət qruplarını təşkil edir. Ekspertlər deyir ki, onlar xüsusi qüvvələrin İran daxilinə sızmasına və destabilizasiya əməliyyatlarına yardım edə bilərlər.